birinci tort eləyirəm. Belə bir qab qoymuşam yanıma. Təmiz şüşə qabdır. Onun içinə yığacam hələ ki soyulana qədər. Hardasa buna belə 6 qaşıq, 6 yəni çömçə. Bura birinci əlavə elədim. Məndə qida üçün olan rəng kraska var, bu toz. Ondan əlavə eləmişəm belə qırmızıdır. Qarışıq bir şey eləmək istəyirəm. İndi tortu yığanda inşallah göstərəcəm. Qəşəng qırmızı rəngi oldu. Bu az olacaq. Bu da abişinə adi öz rəngində olan xəmirdir. Qaşıqlarım var. Bu tavalar üçün olan qaşıqlardandır. Cehizli heç ağlıma gəlmir ki, baxam, götürəm işlədim. Nəysə belə. İndi bunu bilmədim hansı işlədim. Bunu işlədim yoxsa bunu. Məncə bu yaxşı olar. Bu nə üçündür, bu nə üçündür. Məncə ikisi də eyni funksiyanı yerinə getirir. Mən elə gəlir. Nəysə bu məncə rahat olar. O qıraqları da biraz yerim çırıb eləyər. Yençiki. Başlayaq belə. Başlayaq buna. Dökməyə. Bismillah. Tural çəkilişlədir, açıqdır. O ad gün eləmək onun axıdı yoxdur. Mən də heç olsa tort eləyim. Dedi lazım deyil falan. Sonra fikirləşdim qoy eləyim də. Belə. Biz o vaxt Turalın 20-20'sində bizim toyumuzun il dönümüdür. 18'ine də xınam salmışdıq Turalın ad gününə. Mənim xınam salmışdıq. Mamam da sağ idi. Tarixdə bu gün də mamam mənim xınama hazırlıq edirdi. Yemək hazırlayırdı, süfrə hazırlayırdı. Həyat da oradan da çox qəribədir. Çox qəribədir, çox. Qoy biraz da qızarsın, tez götürməyin. Mənim əslində birinci tavam var. Sadəcə birinci tavam əlimdən düşüb, qırıldı qulpu. O da qulpu qırılandan sonra onu necə tutasam belə çevirmək falan lazımdır. İnanırsınız təzəyə prosta elə atdım getdi qulpu qırıldığına görə. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bugün vlogumuzda həm çox xoş anlar var, həm də sizə faydalı olacaq. Bir-birindən dəyərli məsləhətlərimi paylaşacağam. Əgər vloglarımı bəyənirsinizsə kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Mən tortun kremini qaymaqdan düzəltməyi xoşlayıram. Çox dadlı olur, marojna kimi olur. Qaymağın da bərkli olmağı üçün bir dənə dondurma atıram içinə. Həm dadlı eləyir, həm də ki, qaymağın tez bir zamanda bərkli olmağına kömək edir. Tural birinci tortunu çox xoşladığına görə, ona görə də dedim onun adına elə birinci tort eləyim. Həm sadədə hazırlamağı, həm də tez bazar olur. Biraz da fərqli olsun deyə məndə qida boyası var idi. Qırmızı rəngdə də var idi, göy rəngdə də var idi. Mən qırmızını qatdım ki, biraz tortun rəngi fərqli olsun. Doğrudan da dadı çox qəşəng idi. Azzadan aldığımız tortlar kimi eyni dadı verirdi. Ləzzətli idi. Tural neçə gündür ki, tədbir çəkilişindədir. Heç cür vaxtı yoxdur. Həm yuxusuzdur deyə yorğunluqdan axıdı yox idi. Belə bir deyim var. Əlimi elə soyutmuşdu ki, Tural torta bişirməyəcəkdim. Seva dedi ki, axşam gəlirik. Turalın adı günüdür. Tort heç olmasa səhnəsi eləyək. Mən də dedim, yaxşı onda gəlirsinizsə dururum tez bazar. Birinci tortu hazırlayım. Turalın xəbəri yox idi tortdan. Vloguma ikinci gündən davam edirəm. Marketə gəldik. Bəzi şeylər evdə bitmişdi. Onları almalıydım. Banan aldıq. İndirimdəydi. Sıra süt. Bu yekədi balaca. Dünən də uşaqlar sənin tortun üçün aldıranda da yaxşı bişirir. Belə balaca götürmüşdülər deyəsən. Belə xiyar aldıq. Üstündə də 2 dənə biber. Biber çox bahadır. 2 manat nə qədər eləyirdi? 2 dənəsi biberin nə qədər eləyir? 51 qəpik. Qadınca indirimdəydi. Qadınca götürdük. Kartof. Ən çox evdə alınan bizdə kartofdur. Həqiqi hamıda elə. Keçdik buna. Bu çörəkdən yenə aldım. Bilməm, alıb yeyənlər var. Mən blogda işləri göstərmişəm. Allergiyalı adamlar üçün də xeyirdir. Mədəni. Mədədə joga, körp heç nə vermir adıram. Həm də qara çörək kimi də dadı qəşəkdir. O birisi qara çörəklərdə qəribə dadlar gəlir də tam. Hə, qatqısı olun, qatqısı yoxdur. Təmiz buğdadır. Bunu allergiyam olan vaxtlarda kəşf eləmişik. Hə, Tural mədə bağırsaq problemi ondan ancaq bundan yeyirdi. Belə makaron aldım. Ankara deyilirlər. Ankara makaronları qəşəkdir, yapışmır. Yumurtalıdır həm də. Hayda, kimiçka alıb Tural. Mən arıqlamaq istəyirəm, burada belə şeylər alım. Bunu Rahim götürür, gəl yer. Sonra marojnanı məhlədə uşaqlara verdik, biri qaldı. Bunu həmişə zapaz olaraq alıram, şirinliyə pişirəcəm deyə. Bir də görüm qəfil nəsə pişirmək istədim. Sonra peşok aldım, 1 kilo qənd pişirəcəm. Südü də ona görə almışıq. Yenə Ankara makaron götürdüm. Uşaqlar makaron çox yeyir. Turaldan fərqli olaraq.
Bu da 50 qəpiklik araq. Mənimdir. Bir də bu Azərbaycan istehsalıdır. Bu konfetdən kim yeyib? Ha, hələ ver mənə. Qadayev, Lənkəranındır. Instagramda o qədər çıxıb qarşıma. Lənkəranındır. Lənkərandır. Qadayev bizim istehsalıdır. Bunların bizimdir, bilirəm. Lənkərandır, burada da yazılıb. Ya Allah. Bunların boşuna fikir yaxşı olur. Azərbaycan istehsalıdır. Instagramda nə qədər qarşıma çıxıb da bu. Burada oxudum bayaq. Ağac bir dənə. Instagramda keşfetdə çıxır mənə. Buna. Hamı tərifləyir. Bunu? Hə, ona görə dedim, alaq ben baxım tadı necədir. Mən elə şokolad xoşlanıram. Ay, burada yazda var. Burada. Fox tuza. Laran, ünvan Azərbaycan, Respublika Lənkəran rayonu. Gördün? Lənkəranında. Görək necədir. Bu belə. Bir dənə də belə. Belə bir konfet aldım. Üçürdü. Şimdi nədir? Hə, bir də bunu da Rahim aldırıb. Dişləri qırır, dadlı ama dişləri qırır. Sonra kofe almışıq. Bunu Nilay götürüyor yəqin. Greçka. Hicazın toyuğu. Halal toyuqdur, təmizdir Hicazın toyuqları. Vanilya qalıb bayaq. Hərəsindən 2 dənə götürmüşdüm. Kofe. Bu qədər aldığımız pazarlıq. Sağ ol. Nə qədər elədi? 43 manat. Bir ərzində nə qədər, neçə dəfə alış-veriş edirsiniz? Ümumiyyətlə evə necə deyirlər, aylıq bazarlıq edirsiniz, yoxsa belə günlük? Biz günlük eləmirik düzdür. Alanda nə evdə bitirsə, vacib olan şeyləri alırıq. Məsəl üçün, kartof düzü nə qədər almışıq. Makaron yoxdur, bitib, küçür aldım. Greçka bitib, aldım. Yəni, bitən şeyləri alıram. Alanda da belə alıram da. Bir dənə, 2 dənə almıram. 3 dənə alıram, məsəl üçün. Şu bilirəm ki, makaron pişirirəm, tez-tez çox alıram. Siz necə edirsiniz bəs? Son günlərdə bütün Azərbaycanda demək olar ki, hər yerdə, rayonlarda da, Bakıda da yumurta söhbəti gedir. Ağı 1 qəpik alıb Tural, 30 dənədir. 30 dənə ağ alıb, 30 dənə də sarı alıbdır. Sarının qiyməti neçəyədir Tural? Tural sarını 3 qəpiyə alıb, ağı da 1 qəpiyə alıbdır. Bravo marketdən alıb. Siz ala bilmişsiniz yumurta. Hal-hazırda bizdə 60 dənə yumurta var. Deməli, bir nəfər ancaq 2 dənə belə, buna nə deyirlər? Kletka. 2 dənə kletka belə götürə bilər. Bir ağ, bir sarı götürə bilər. Ondan artıq vermirmişlər. Amma rayonlarda fayda deyil, elə deyil. Alverçilər bir marketdən daşıyıb alıblar. Satırlar özdə 13 qəpiyə. Tural sərmə Nilay gəl bir xodana. Hətta deyir ki, gəl şeyə, bravoya, yumurta götürməyə. Üzüm gözüm şiş o vəziyyətlərə gedirəm. Deməli, belə bir şey yoxdur da, yəni. Əlim dəyir, Temudan nəsə sifariş vermişəm. Zakolkada deyəsən. Adımı da yazıblar səylə. Xəbərim də yoxdur. Baxıram ki, elimə bildirişləri gəlir, çoxlu. Neçə gün bəyannamə gözləyib də bu karqon. Birdən bəyannaməni vermişəm, bugün gəlib. Mənim kartımda birbaşa temaya bağlıdır. Hə, bunu tut, məncə açım. Mənim maaş kartımda temaya bağlıdır. Necə olub onu yuxulu eləmişəm 100%. Necə olsa zakaz etmişəm. Nədir? Nilay həyətdəydi, kargo zəng edib, sərdə yatmışam. Həyətdəydi, dedim götür. Yerdən götür. Ay, nə qəşəng. Amma mən bunları deyəsən, nə deyirlər, səbət atırdım. Götür sifariş verirəm, səbət atmadım. Nə qəşəngdir. Bir əsməli bir də. Çox qəşəngdir qızlar. Neçə zakaz verdim, kim onu satdı deyəsən. Bilmədim heç qiymətinə. Şeydə bəyannamə verəndə qiymətinə baxdım. Yəni, təsadüfən Temudan sifariş verilmiş kargo. Amma çox qəşəng gəlib. Həm keyfiyyətlidir, həm də çox zövqlü rəngləri var, hə Nilay? Görə biləsən. Biri sənə olur, biri bana. Hansını istəyirsən? Mənim üçün fərqi yox. Sən hansını istəyirsən? Mənim üçün də fərqi yoxdur. Mənim üçün də fərqi yox. Hansını götürmək istəyirsən? Ağı vereyim. Ağı sənə. Ura! Bu da mənim. Necə bir krasiv olur bu zaten. Bu Nilay'ın, bu da mənim. Ura! Kondisioner işləyir. Burada oturub çay içirdim. Balam da gelib velosiped sürür aşağıda. Balam. 4 ildən sonra deyirəm sakit oturmuşam evdə. 4 ildən sonra Rahim doğulanda pozulmuşdu düzəlim. Təzədən geri qayıtdıq. Demək çətin uşağı. Ay Rahim, əlin çirklidir. Buna baxın. Deməli uşağın ən çətin yaşları
3, maksimum 4 yaşa qədərdir. Ondan sonra rahat olur. Görsün beni, görsün beni, görsün beni. Ha baxım. Qəşəngdir. Что ты смеешься? Ben hatay demişim ki. Necə tapdı kartı səni? Просто görürəm ki, orada hansı mujik dayanır. Deyir, sən mən zənglim. Deyirəm, baxıram, hər yerə baxdım. Görürəm ki, orada hansı mujik var. Telefon nömrədə ama çünki əlində də kargo. Qaçın dezer. Nə dedin həs? Dedi ki, adın nədir? Deyirəm, Nima Süleymanov deyir, hər şey verəcəm. Hamıya da dedin. Aynen öyle geçtim. Dedim Nilay dadı. Ben откуда ты это нашел? Stol sən götürür. Nəsə bunu aparım əlin yuyum. Bunun əlin yuyum. Bir ayağım. Toş bəbə. Mənim sevimli çaynikim artıq qırıldı. Buna baxın. Götürə çay dəmləyirdi. Deyirəm ki, çırpmısan yəqin. Deyir, yox, belə qoydum, sürüşdü. Krafinkiyə deyib, nəyə deyib. Nəyəsə deyib, belə sındı. Neçə il işlədirdim, bunlar təzə çıxanda almışdım. Bizdə bunun 2 cür rəngi var. Ağ, bir də belə sarıda qızılı var. Ben bunu almışdım. Heyf. Mən də hirsləndim. Dedim, get mənə çaynik al. Nilay deyir, Pinterest çaynikimiz qırıldı. Gelir Nilay da. Nilay deyir, mən seçəcəm. O yaşdan almayacaq. Heyf. Ben bunu saxlayacağım. Yaxşıdır. Nəysə, bu aralar yenə bizdə baş verir. Indi çaynikim qırıldı. Bir neçə gündür ki, paltar yan maşınım xarab olub. Deyirlər ki, düzənləsi deyil ki, düzəlsə yenə xarab olacaq. Nəysə, baş verir yenə. Olur bizdə belə şeylər arada. Siz olur. Nilayla Tırak gecə gedən şahsada çaynik almalı. Mənim bu çaynikdən aldım. Ağdan götürmüşsün. Hemen götürmüşüm. Aldım ona 9 qəpiyə alırlar. Nəysə, bağım götürmüşsün. Ben götürmüşüm ki estetik olsun. Qızılı estetik deyil. Yok, çok estetik değil. Aynen çaynikimdendir. Ama ağ rengini aldılar. Hələ atmamışam. Bu çayniklərin bir şey pisdir ki, qapağı tez xarab olur. Bu qızılı idi məndəki. İndi təmiz ağ götürüblər. Две сестры. Одна Ama была. onunki qalın deyil məncə. Neyse bunu yuyum şampunla dəmliyim çayımızı. Və belə xatamız yoxdur. Burada var. Baxın. Bütün denen belə tabletkası da var. Ama belə kapsül formasında olan da var. Bu da dazotu yağıdır. Bu arıqlamaq üçündür. Məkkə gülü. 20 manatda mərcundur. Mədəyə də ziyanı yoxdur. Arıqladır. Aya nə qədər arıqlayır? Bir aya 4 kilo arıqladır. Tərkibində qəşəng şeyləri var. Baxın, bal, zəncəfil, çoban yastığı. Yəni ziyansız bir şeydir. Məncə bu yaxşı olar. Biri də var. Bu da var. Bunun da tərkibində bu ot var, alaqanqal. Qəşəngdir deyirlər bunu. Bu da arıqladır. Gəlmişik Ruska. Baxıram, ən xoşuma gələn mağazadır da bura. Qablara baxacağım. Ay, 20 manata düşür. 40 manat deyir bu. Yaxşıdır. Nədir 15 manata, nədir bu? Təkdir, tək adamlıqdır. İki nəfəri 50 manatdır. Bu nədir? Single yazın. 2 nəfər 40 manat. Tək adamlıqlar ucuzdur. Bu nədir? Yataqdır, bu 2 nəfərlikdir. 22.55'e. Ay da renkli de var, böyle qəşəng. Çok qəşəngdir. Bu nədir? Yay olan. Kraval gedir. Bak kraval falan da mı? Buna bakın, burada tek de satırlar. 3.75'e. Yastığı üzü material ayarla da. 2.55'e. Hamısı var. Çok qəşəngdir. Material sana. Yaxşıdır. Buna 6.50'ye. Bu da yastıqlardır. Bu dazotu yağıdır. Bunu əslində mən Nilay üçün aldım. Çünki bunu görmüşdüm ki, həkim deyir ki, dəri problemlərinə, hətta yanım yerində sağaldır da, yaranı falan, hər cür egzamin xəstəlikləri, dəri xəstəliklərinə, yəni sağaldır da ən güclü vasitədir. Ona görə Nilayın ayağında hər il olur, belə qızarır.
Ona görə dedim, alım bundan istifadə edeyim. Onu çəkəcəm Nilayın ayağını. Bu heç bu dazot yağıdır. Bundan səs sakitləşdirici kimi istifadə edirlər. O bitkisi var, kapsulu var. Tural bağırsağı üçün kapsulunu içmişdi. Oradan da xeyrini gördü. Bunu baş, nə bilim, saç üçün də maska kimi də istifadə edirlər. Kəpəyə qarşı, qaşınmaya qarşı, belə saç tökülməyinə qarşı xeyirlidir. Antidepresan gedir, əsəb sakitləşdiricidir bunun otu. Sonra nə deyim? Yəni çox da fayda. İnternetdə yazsa çıxacaq. Faydaları daha çoxdur. Dəri üçün də hər cür quruma, qaşınma, çatlamaq, hər şeyə qarşıdır dəri problemlərinə. Bunu da əsas yəni Nilay üçün almışam. Onu Nilaya nəticəni göstərəcəm sizə. Düzdür, əvvəlki kimi şiddətli deyil dərisində. Amma indi görürəm ki, yeni yaranır. Bu isə utindidir. Bunu 13 manat 50 qəpiyə almışıq. Bu kapsul formasında deyil. Bunun kapsulu 10 manatdır. Mən kapsulunu içmişdim. Tozu da 3 manat nə qədər eləyir. Amma bunu hazır. Bir dənə açım. Hə, açdım. Bunun görürsünüz belə bu halda. Bu təzə belə düzəldiblər. Əvvəl bundan yox idi mən alanda. Gəl dedim ki, yaxşı toz alarıq. Görüm necə içəcəm. İnternetdə görmüşdüm ki, suya qatırlar belə bu formada. Top kimi eləyib qurudub belə içirlər. Görmüşdüm onu. Dedim zabaşı el eləyərəm. Amma bunu da görəndən sonra bunu aldıq. Baxın, belədir. Onu sərf edir tozla. Həm də bu sərf eləyir. Hə, içində də elə bir çoxdur. 160 ədəd var. Toz da balaca belə paçkadaydı da bu boyda belə. Bilməm. Kapsulu da sərf eləmir. Yəni kapsulda 120 idi deyəsən sərf eləmirsən 10 manata, amma 13 manata budur. İndi bunun birini Tural içəcək, birində mən. 2 dənə. 2 dənəsini birdən içirik. Hə, düzdür. Gündə 2 dəfə 2 içirsən. Yeməkdən əvvəl də. Var səndə bir dənə? Yox. Gələ birini götürdüm. Oy. Düz qıraqda deyəm. Hə, 2 dənə sən. Az içmək olar, yəni. Əgər mədədə problem varsa, yeməkdən sonra içə də bilərsiniz. Yəni göynəmə falan olmasın deyə. Belə ikisini mən içirəm, ikisini də Tural içir. Allah köməyimiz olsun. Amin. Dad hiss elədin Tural? Yox, kapsulda heç nə hiss olunmur. Kapsul deyirəm, taşıdım, tabletkasında heç nə hiss olunmur. Kapsulda yenə bağlı olur. Faydaları çoxdur da, yəni. Mən bunu xəstələnəndən sonra içdim. Səsim də tutulmuşdu. Həmin vaxtı başladım içməyə. Ondan sonra işte hamı qrip olurdu otaqda, düzdür, bağlı yerdə, havasız yerdə, bir yerdə otururdu. Ona qrip olmurdu. 8 il qabaq bunu Sən karantin vaxtı içmirsən tozu. Yadımdadır, tozu içirdin. 7-8 il içmişəm. 7-8 il bundan qabaq bizdə Atabəydə sürücü var ya, Sadıq dayı. Sadıq dayı. O hələ mənə demişdi ki, belə bir şey var. İrandan gətirdi. Bunu heç Azərbaycanda tapılmırdı. Hə, indi hər yerdə yayılıb bu. İrandan gətirdi tozunu. Yoxsa kapsası belə maşında gördüm. Birdən bu nədir? Toz idi, toz alındı. Dedi bunu içirəm, min bir dərdin dərmanıdır. Doğrudan nələrdir? Hə, çox şey xeyirli. Nələrə xeyirdir? Zobu sağaldır deyirlər, şəkəri qanda azaldır. Sonra nə dedilər? Mədaltı vəz, mədə pis xəstəlikləri sağaldır. Yəni bununla bərabər o ilə problemi, ciddi problemi olanlar bununla bərabər başqa bitki tabletkalarını da içə bilərlər. Yəni tək bu yox. Onunla bir yerdə içəndə effektli olur deyir. Turanın özü bağırsaq problemi var idi da. Dazotunun, bunun tablet kapsulunu aldı. Bundan bir də nə idi? Boyma dərəni? Boyma dərən idi deyəsən. Hə, o ikisini içdi, bağırsağı düzəldi. Bir də orada ağlımda nə qaldı? Arıqlamaq üçün olan çəkmişdimi göstərdim. Ondan da istəyirəm. Biraz ara keçib gedim. Bunu içim bitirim, sonra alacağım. Hətta uşaqlar üçün də mən bizdə var. Gedim onu da göstərim. Onu da uşaqlara verdim içsin. İndi mən bunu içim. Nəysə, mən də içim. Bismillah demək yadımdan çıxmışdı. İyi necə vurdusa bismillah demək yadımdan çıxdı. Amma yox, niyə yaxşı bunu almışıq. Hələ belə iyi getdi belə. Çox pis iyi var. Və gəldi. Çoxun deyil su içmək lazımdır Tural. Bu yağı Nilayın ayağına sürüb göstərəcəm. O qızartını getməyin əvvəl sonra eləyəcəm. Sonra uşaqlar üçün bu utindinin şərbət forması var içməkləri üçün. Nilaya da içirtdim. Onun bir həftə vaxtı qalıb bitməyinə. Dedim bir həftə ərzində için bitirin. Onu payızda verdim. Çox az içdilər. Bir həftə içdilər deyəsən. Bir həftə içdilər, sonra içmədilər. Mənim də işə başım falan qarışdı. Nəzarət edə bilmədim. Qaldı orada. Atmamışdım, saxlamışdım. İndi təzən bugün başladılar içməyə. Rahim də o da. Bir də qara zirə yağıdır. O da şərbət formasındadır. Utindi də şərbət formasındadır. Onlar içirdim. Fitoklub aptek var. Elə özünün, fizuli doktorun özünün
apteka var, orada satırlar, bütün hər şey var. YouTube'da da özün kanalı var, hər şey deyir də. Yəni adam dilinə deyir ki, yəni mənim yanıma gəlməyə ehtiyac yoxdur, pul tökməyə ehtiyac yoxdur. Yəni nə hər şeyə, bütün problemləri burada deyirəm. Baxın, gedin alın. Ünvanı da bəllidir. Hər yerdə də filialları var apteklərin. Yəni sağ olsun doğrudan da. Allah ona razı olsun. Nəyə görə? Çünki Tural da oradan onun faydasını gördü. 4 ildir Tural bu problemlə, bağırsaq problemlə əziyyət çəkirdi. Yəni hər reseptdə hardasa 200, 300, 400 manat pul eləyirdi. Yəni bir həkimə getmirdi. Bir neçə həkimə 2 ay, 3 ay, 4 ay, daha doğrusu 2-3 dəfə kursun müalicəsini götürübdü. Amma xeyri yox idi da. Yəni fərq belə yox idi. Onu istifadə edəndən sonra bir kurs götürdüğümdə Tural deyəsən 3 aylıq içdi. 3 ay onu içməklə doğrudan da sağaldı. Yəni Tural dəhşət arıqlamışdı bağırsağına görə. Rəngi belə çox belə qəribə idi də rəngi. Hamı elə bilirdi. Həm əsəbi olmuşdu, həm nə bilim, rahatlığı yox idi. Son vaxtlarda bağırsağına pristup tuturdu, sporu falan çağırırdı. Yəni o dərəcədə idi. İndi şükürlər olsun ki, yaxşıdır. Allah həkimdən də razı olsun. Yaxşı ki, o səhifəsi var, YouTube kanalı var. Orada da qulaq assaq eyni. Yadıma gəlir Tural. Tural dedi ki, boş şeydir. Yalandan deyir, inanmırdı. O qədər əsəb bozulmuşdu ki, heç kim, həkimlərə belə yəni getmirdi də, dərman belə içmirdi. Diyet ayından istəyirdi ki, özünü sağalda. Mən də məcbur elədim, məcbur. Ondan sonra getdik, aldıq. İçdikcə gördük ki, yox, yavaş-yavaş. 2 gündən, 3 gündən sonra deyəsən Tural başladı. Nəticəsini gördü ki, yox, 3 gün keçdikcə gördü ki, piristuplar azalır, ağrılar azalır. Nəticəsini gördü, dəyişikliklər var. Ondan sonra inanmağa başladı ki, doğrudan da faydası var. Altı şərhləri də oxuyurdum ki, yəni Tural inansın ki, yəni bu qədər yalan, bir adam yazsın ki, negativ bir şey yazmırdı, demirdi ki, yalan deyir, belədir, elədir, amma yəni dua edirdi də o kişiyə ki, yəni sağ olsun ki, onun sayəsində falan problemin həll oldu, belə oldu, elə oldu, yazırdılar. Mesela Tural ama inanmırdı başta, yəni Turalın problemini yazdım, gördüm çıxdı, eyni yalancı deyirdi, siqnallar verir, çağırışlar verir, bağırsaq, belə şey, hamısı baxdı ki, yəni eyni də deyir, həkim eyni şeyləri deyirdi. Dedi ki, bəs bu 2 dənə müalicəsi olan, bunu elə, sonra olmasa, deyəsən, əlavə nəsə içməliydi. Elə bir şey demişdi. Amma deyəsən, Tural ikisini birdən aldı, içdi. Birini içdi, sonra ikisini birdən içdin, deyəsən. Elə bir şey. İkisini birdən də aldı, içdi. Çünki bundan şiddətli idi deyə, ona görə yüngül formada deyildi də, ağır formadaydı. Ona görə 2 kapsulu, dazotu kapsulu, bir də boyma dərən idi, neydi, onun kapsuluydu. Yəni bağırsaq sürüşməsi var idi da, ona görə. Qıcıqlanmış bağırsaq sindromu deyirdi deyəsən. Hə, də mədə o ikisi ilə bağlı bir şeydir. Mədə şey yox, həzmə ölmürdü. Hə, mədə yaxşı həzm eləmirdi, bağırsaqda qıcıqlanma gedirdi, qıcqırma gedirdi bağırsaqda da. Elə bir şey idi. Yəni gündə neçə dəfə ayaq yoluna gedirdi, dəhşət dərəcə. Heç yəni yalandan da gedirdi də. O dərəcədə idi piristupları zadı, elə bilirdi ki, doğrudan da ayaq yoludur. Yəni başında bu 2 müalicə ilə 2 dənə kapsula aldı Tural. Yəni yadımda Tural deyir ki, ikisini birdən alacağım çünki məndə ağırdı. 2 kapsulla 3 ay içdi. 3 ay deməyim də, yəni 3 gün, 5 gün keçmişdi, dərman içəndən sonra effektin görürdü. Gördü ki, yavaş-yavaş piristupları azalır, ağrıları azalır, narahatlıqları gedir. Elə, yəni şükür Allaha yaxşıdır. Hələ də o problemi qayıtmıyıb Tural. Hələ də qayıtmıyıb yəni. Nəysə, demişdim ki, ətraflı danışacağım, ona görə gedim o şeyləri də sizə göstərəm kupada da, uşaqların içdiyi. Baxın, uşaqlar üçün budur. Qarazirə yağıdır, şərbət formasında, göz şərbət yazılır. Bir də utindinin şərbətidir, bunu uşaqlara içirdirəm. Bunu almışam mən neçəyəm. Bunun üstə qiyməti var idi axı. Bunda yoxdur. Bunda hansındasa görmüşdüm. O 7 manat 50 qəpiyə buydu. Elə bu da o qiymət olardı. Elə bahalı bir şey deyil. Rahimdən Nilay içir bunu. Siz də alın, uşaqlarınız evdə içsin. Doğrudan da faydalıdır. Viruslar çoxdur. Ona görə də gec-gec xəstələnəcəklər. Mən çox nahaq elədim ki, uşaqları içirtmədim də. Mən uşaqların grip olmurlar da. Yəni belə şiddətli dərəcədə olmur. Olsalar belə 2 gün, 3 gün toparlayırlar. Nilay vəbşə, yəni xəstələnməyib. Rahim də biraz olub, o da bağçaya gedir. Amma mən bunu gəlib qoyuş içirdərdim. İndi başladım içirtməyə. Belə pambıq diski var, onu istədirəm belə. Aparam Nilayın ayağına, çəkim. Yatıb. Bir ləkə var. Sonra bu qaşınacaq. Mən bunu çəkəcəm belə. Amma bunu deyir, burandan sonra gün işığı dəyməməlidir. Burada bunu mən çəkdim, göstərdim ki, əvvəl sonra eləyəcəm, nəticəni göz önündə paylaşacağım. Yəqin ki, bu vloqum sizə faydalı oldu. Növbəti vloqlarda görüşərik. Belə bu ləkə gedəcək.